Bu gün də mövzumuz fəlsəfə, düşünmək, filosofiya, fəlsəfə, düşünməyi sevirəm. Yox, əslində qalsa overthinker olanda heç kəs çox da düşünməyi sevmir. Hər nəysə, bu günləri bir cümlə var idi ki, hansı ki, Almaniyada səs yazma açanda bu cümləni bir daha özüm üçün kəşf eləmiş oldum ki, güclü mövqelər güclü insanlar tələb edir. Yəni, güclü insanlar güclü mövqeyə qalxa bilirlər. Bunu çox rahat anlamışam və bunu universitet vaxtında bir cümlə ilə təxmini tamamlayır bir-birini. Baxanda, yəni təxmini bir oxşarlığı var. Böyük pullar, böyük ərz tələb edir. Yəni, ingiliscə dedim, no, yenə də böyük arxa olmalıdır. İnsan özünə aiddir, öz orqanı olaraq. Yəni, nə mənada, yəni həqiqətən də mən özümə baxıram ki, 4 rəqəmli maaş alanda mən avtomatik olaraq təkəli düşən adamım. Həqiqətən də güclü mövqelər çox güclü insana tələb edir.